Çoxalma və ontogeniz bölməsindən olan 100-cü suala baxaq. Deməli, 100-cü sualda bizə deyir ki, çiçəkli bitkidə 2 qat mayalanma zamanı mayalanmada bilavasitə iştirak edən hüceyrələrin xromosomların sayının cəmi 77-dir. Aha, yumurta hüceyrələrinin xromosom sayı isə 21-dir. Artıq burada bizə ipucu verdi. Deyir ki, yumurta hüceyrələrinin xromosom sayı 21-dir. Spermlərin xromosomlarının sayının cəmini soruşur. Deməli, uşaqlar, biz bilirik ki, ümumiyyətlə dişicinin yumurtalığında olan prosesləri biz dərsdə izah eləmişik. Demişik ki, nə olur o dişicinin yumurtalığında? Belə deyək də, dişicinin yumurtalığında mitoz yolla bölünərək ana hüceyrə əmələ gəlir. Sonra həmən o ana hüceyrədən meyoz nəticəsində 4 hüceyrə əmələ gəlir. Həmən o 4 hüceyrənin 3-ü məhv olur, biri daha sonra 3 dəfə mitoz keçirdərək 8 nüvəli rüşeym kisəsi əmələ gətirir. İndi o rüşeym kisəsini biz burada yazsaq, tutaq ki, bu olsun rüşeym kisəsi. 1, 2, 3, 4, 1, 2, 3, 4. 8 nüvəli rüşeym kisəsini əmələ gətirdi. Bunlardan yuxarıdan da, aşağıdan da ikisi birləşərək mərkəzi hüceyrəni əmələ gətirdi. Tutaq ki, bununla bunu görsədək. Bunlar burada gəldilər, birləşdilər. Mərkəzi hüceyrəni əmələ gətirdilər. Bunları indi silək. Mərkəzi hüceyrəni əmələ gətirdilər. Artıq biz mərkəzi hüceyrəni də gördük. Qıraqdakı ki, indi hər hansısa biri olacaqsa yumurta hüceyrəni də gördük. Bir də deyir ki, yumurta hüceyrənin xromosom sayı 21-dir. Demək ki, bu bizə nə deyir? Bizə bunu deyir də. Tutaq ki, bunu deyir. Bu olacaq yumurta hüceyrə, tutaq ki. Deyir ki, 21-dir. Deməli, bu 21-dirsə, digərləri də 21-dir də. 21-dir. Bu artıq məsələnin canıdır demək olar ki. Bunu bildiysə, demək ki, məsələni həll etdik. İndi bizdən soruşur ki, spermlərin xromosomların sayı cəmi neçədir? Biz burada bunu bildik. Haploiddə 21-dirsə, bu mərkəzi hüceyrədə demək 21 ilə 21 gəldi, birləşdi. Dedik axı yuxarıdan aşağı ilə birləşdi. Nəyə əmələ gətirdi? Diploid əmələ gətirdi. Bunun diploidi də 2-ni, yəni neçədir? 42-dir. 21 ilə 21-i topladıq, 42 elədik. Demək bunun yumurta hüceyrəsi 21-dir. Bunun mərkəzi hüceyrəsi 42-dir. İndi nə oldu? İndi spermlərə baxırıq. Demək biz bildik ki, bunun yumurta hüceyrələrinin xromosom sayı 21-dir. Demək bunun mərkəzi hüceyrələrin sayı 42-dir. İndi baxırıq. Bax, 21 üstə gəlsin 42, ümumi cəmi 77-dir deyir axı. Bütün nə qədər deyir ki, iştirak eləyibsə, onların cəmi 77-dir. 21 üstə gəlsin 42, yəni mərkəzi hüceyrə. Üstə gəlsin, nə qədər spermi qoşulur? 2 dənə spermi gəlir. Biri yumurta hüceyrə ilə mayalanır, biri də mərkəzi hüceyrə ilə mayalanır. Yəni 2 qız. 2 dənə spermi iştirak edir. Bərabərdir neçə? 77-yə. Yazamadım 77-ni. Hə, bərabərdir 77-yə tutaq ki. 77. İndi buradan tapırıq nə? Buradan tapırıq 63 üstə gəlsin 2x bərabərdir 77. Buradan da x bərabərdir neçə olacaq? 7 olacaq. Demək ki, spermlərinin birinin xromosom sayı 7-dir. Amma bizdə buradan spermlərin xromosom saylarının cəmini soruşur. 2 dənə də sperm olduğuna görə biri 7-dirsə, ikisi də 14-dür. Demək burada cavab A variantı 14-dür.